Salam, xoş gördük hər birinizi. 21-ci sualda qısa olaraq deyirəm ki, birinci bunu həll etməlisiniz. Bu eləyir -1. Sonra 3-dən çıxmalısınız -1 müsbət 4 eləyir. Sonra 2-dən çıxmalısınız -4'ü nə eləyəcək? -2. Sonra 1-dən də çıxmalısınız -2'ni, bu da eləyəcək 3 eləyəcək. Sonra 22-ci sualı izah edirəm. Nə deyir 23-cü sualda? A və B natural ədədlərdir. 2,5A bərabər 4B olarsa, Həqqab AB bölünsün, Əbub AB ifadəsinin qiyməti aşağıdakı hansı olar? Əvvəlcə 2,5 bərabər 4B. Hər tərəfi ona vurursun. Nəyə görə ona vurulur? Vergüldən azad olaq. 25A bərabərdir 40B-yə. Buradan 5A bərabərdir 8B-yə. Niyə görə? Hər tərəfi 5'ə böldüm. Hər ikisi 5'ə ixtisar gedir deyə 5'ə bölürük. Burada qalır A bərabərdir 8K-ya, B bərabərdir 5K-ya. Niyə görə? Çünki A-nı 8'ə vursam, B-ni 5'ə vursam, bunların bir-birinə bərabər olacaq. İndi əbubu necə tapırıq? Hər ikisində ortaq bölünən. Düzdür? Hər ikisində ortaq bölünən nədir ki? Hər ikisində K var. K-nı aşağıda yazdıq. Sonra Həqqabı necə tapırıq? Ən böyük vurulsun 8K vurulsun. İndi kiçikdə nə qalıb? Çünki burada K var deyə, burada K getdi. Kiçikdə yalnız 5 qaldı. Vurulsun 5'ə. Nə olacaq? 40K-ya. 40K-yı da K-ya böləndə K-lar ixtisara gedəcək. Nə qalacaq? 40 qalacaq. Sonra 23-cü sualda A-nın hansı qiymətində 1 çıxılsın 3A bölünsün 2, 1 isə gəlsin 3A bölünsün 6 ifadəsi bərabər olar. Kəsirlər bərabər olar. Bərabər olması üçün bunları bir-birinə bərabər eləyirik. Çarpaz şəkildə vururuq. Burada yadınızda saxlayın ki, hər tərəfini yenə ixtisara aparmışam 2'yə. Qalıb burada 3, 1. 3'ü vurmuşam 1'ə 3 eləyir. 3'ü də 3'ə vuranda 9. 3 çıxılsın 9'a bərabərdir. 1 üstə gəlsin 3'ə. Bunu da ədədləri bir tərəfə, A-ları bir tərəfə keçirmişik. A-mız da olub nə? 6'da 1. Sonra 24-cü sualda ardıcıl tək ədədlər 2'yə çıxılsın 1'dən başlayır. Əvvəlcə bunları necə bərabərləşdirəsiniz? Ən kiçik, belə deyək də, ən kiçik ədəd nədir burada? 2'yə çıxılsın 1'dir. Əslində x-ni yazmışam, 2 çıxılsın 1 yazmışıq. Vurmalıyıq 4'ə, 4 mislindən böyükdür də bunların cəmi. 57'də gəlsəm, bu ədədlər bir-birinə nə olacaq? Bərabər olacaq. X-i tapdıq 3, ən böyük nə olacaq? 3 vurulsun 2, üstə gəlsin 11, olacaq nə? 17. Sonra 25-ci sualda hansı ədədin, bilmirəm, ədədi götürürəm nə? 15x. 15'in vuracam 3'ə, vuracam 5'də 2'yə. Bu da eləyəcək nə qədər? İxtisar aparanda qalır 18x. Sonra nə deyir ki, 5'dəki hissəsinin həmin ədəd nə idi? 15x-də 3'də 1'inin 65 vahid çoxdur. 15x-in 3'də 1'ini tapıram, üzərinə 65 gəldirəm. Nə eləyir buradan? X tapırıq 5 eləyir. Bizdən də bu ədədi soruşduğuna görə x 5'dirsə, ədədimiz nə idi? 15x idi. Buradan yazıram, ədədimiz 15x idi. X-in qiymətini 5'dirsə gətirib 15 vurulsun 5, bu da olacaq nə qədər? 75. 26-cı sualda ardıcıl cüt ədədlərdə 2n'dən başlayır. Burada 2x-ni yazmışam, 2x də gəlsin 2. Ədədi ortada sayına toplayırsınız, sayına bölürsünüz. Topladıq. Nə elədi bunların cəmi? 8, 8, 12. Bölünsün 4. Vurulsun 5'də 100 bərabərdir nəyə? 21'ə. Buradan da x-i tapırsınız. Nə eləyir? 16. Ən kiçik 32, ən böyük nədir? 16 vurulsun 2, üstə gəlsin 6, 38 eləyəcək. Bunların da cəmi soruşduğuna görə 32 üstə gəl 38 nə olacaq? 70 olacaq. Sonra 27-ci sualda n və k natural ədədlərdir. Ön üstə gəlsin k cəmi cüt ədəddirsə, aşağıdakılardan hansı hər zaman təkdir? Burada yazmışam, tək ədəd üstə cüt ədəd gələndə nə olur? Cüt ədəd üstə cüt ədəd gələndə nə olur? Tək işlə tək toplayanda nə olur? Hamısını yazmışıq burada. Bir dənə qiymətlər qoyursunuz, tapırsınız. Bir dənə yalnız burada deyir ki, hər zaman təkdir. Bu hər zaman təkdir. Yəni yenə də bir dəfə cüt verirsiniz. Tutaq ki, k-ya da bir dəfə cüt verirsiniz. Təkində yoxlursunuz, cütündə yoxlursunuz. Buradan tapırsınız. Bu da olur. D variantı uyğun gəlir. Sonra 28-ci sualda bilirik ki, bizdən nə deyib? Minliklər mərtəbəsi. Minliklər mərtəbəsi gəlir 9'a düşür. Sağına baxırıq. Görürük ki, 5, 6, 7, 8, 9 varsa, həmin mərtəbəni 1 vahid artırırıq. Deməli, bunu 1 vahid artıranda 0 olur. 0 olur.
Bir yaddadır, bu olmalıdır nə 9, sonra gəlməlidir 7. Bundan sonra nə qədər ədədlər var deyə 0 vurursunuz. 1, 2, 3 dənə də buradan 0. Sizdən yüzlük, neçə dənə yüzlük lazım deyə yüzlük. Təklik desə 1-ə böləcəksiniz. Məsələn, təklik deyəsəydi 789.643 olardı. Bu qayda ilə tapırsınız. Sonra 29-cu sualda burada bilməlisiniz ki, kvadratın bütün tərəfləri bərabərdir. Bura olacaqdır 5, burada olmalıdır 5. Bura düzbucaqlısa, bura 10'dursa, burada 10 olacaq. Bura 5 olacaq. Kənarları boyunda getməlisiniz. Buradan başlamalısınız. Tutaq ki, bir dənə qarışqa buradan gedir. Sonra gəl buradan, burada məsələn nə qədər məsafə qət edir? 30 cm, ikinci nə qədər? 20. 30 ilə 20 ən kiçik ortaq bölən nə olacaq? 60 olacaq. Deməli, nə qədər yol gedəcəklər? 60 km yol gedəcəklər. Sonra 30-cu sual nə deyir? Tutaq ki, məhdərin uzunluğu 48x-dir. Bunu 2 hissəyə bərabər böləndə, buradan yazım sizin, 48x 2 hissə böləndə nə olacaq? 24x, 24x. Sonra bu məhdəlləri də o 2 hissəyə böləndən sonra bunları da birini 8 hissəyə bölməliyik, digərində 6 bərabər hissəyə böləndə. 8 hissəyə böləndə nə qədər kəsim eləyir? 1, 2, 3, 4, 7 dənə kəsim eləndə onda hər bir hissə nə qədər düşür? 24'ü 8'ə böləndə 3 düşür. Amma 6 yerə böləndə nə qədər düşür? 6 yerə böləndə 4x düşür. Axı bizdən nədir ki, böyük uzundan nə qədər böyük hissəni, kiçikdən nə qədər uzundur? 4 cm uzun olarsa. İndi bunların fərqini necə yazarıq? Yararıq böyükdən çıxarıq kiçiyi 4 cm verər də. X-i buradan taparıq 4. Bu uzunluq nə idi? 48x-dir. X-in qiymətini 4 isə 48-ə vururuq 4-ə nə olur? 192 eləyir. Sonra 31-ci sualda kvadrat verilib. Bura 144 isə onda tərəfləri nə olacaq? 12, 12 olacaq. Bura 16 isə onda burada bütün tərəflər nə olmalıdır? 4 olmalıdır. Bura 4 isə avtomatik aşağıda 4 yazmalısınız. Bura 12 isə burada 12 olmalıdır. Düzbucaqlığın sahəsi nəyə bərabərdir? Eyni vurulsun uzunluğuna. Düzbucaqlıq tutağın sahəsi isə nəyə bərabərdir? Katetlərin hasili bölünsün 2'yə. Və yaxud da buradan belə bir uzantı çəkə bilib düzbucaqlı ilə bilərsiniz. Bura məsələn 4 isə burada 4 olmalı. 12'nin burası 4'ə 48, 48'i bölərsiniz 2'yə. Əslində buna görə 2'yə bölürlər. Zəmin soruşduğuna görə S1 üstə gəlsin S2, 24 üstə gəlsin 48, bu da olacaq 72. Sonra 33-cü sualda nə deyir? Ədəd oxu nöqtələri bərabər hissələrə bölünmüşdür. İndi nə eləyəcək? Görür ki, -12-dən müsbət 12 arasında görə nə qədər vahid fərq var. Böyük ədəddən kiçik ədəd çıxmalısınız da. Ona görə 12 çıxılsın -12, mənfi qoyanda müsbət eləyir. Ona görə 24 olur. İndi görüm neçə dənə ara var bunun arasında. Bax, bir dənə buradan, 2 dənə, 3 dənə, 4 dənə, 5 dənə, 6 dənə. 6 hissə varsa 24'ü bölür 6'ya. Deməli, hər bir hissələr arasında fərq 4'dür. İndi bu tərəf müsbətlərdir də. Məsələn, bura -8'i necə almışıq? 12'nin -12'nin üzərinə 4 gələndə elir -8 elir. Ona görə bura nə qədər olur? -8. Sizdən bu nöqtəni sorsaydı, bax, A nöqtəsi nə olacaq? -4. Niyə görə -4 olacaq? -8'in üzərinə 4 gələndə nə olacaq? -4 eləyəcək. Bura nə isə 0'dır. Çünki -4 üstə gəlsin 4, 0 olacaq. Bu qayda ilə tapırsınız, gedirsiniz. Sonra 30-cu sualda birdən əvvəlcə %99 çıxanda orta məxrəc 100 olur. 100'ü 1'ə böləndə 100, 100'ü də böləndə, 100'ü 100'ə böləndə bir şey. 100'dən 99 çıxanda %1 eləyir. Obrisi 1000'də 1, obrisi də 10.000'də 1. Yadınızda saxlayın ki, məxrəci böyükdürsə, həmin ədəd nə olacaq? Kiçik olacaq. Bizdən də ən böyük nə olacaq? Məxrəci ən kiçik olan burada A-dır, sonra B-dir, sonra C-dir. Tapırız. Yaxud da 1 bölə 100'ə 1'ə bu da eləyəcək. 0'dan nə qədər eləyəcək? 0'dan %1, 1 bölünmədi, 0'dan %1 düşəcək. %1 bu qayda ilə gedirsiniz. Sonra 34-cü sualda 2 ədəddir. Bir ədədim deyək ki 100x-dir. Buradan götürsünüz 100x.
Bunun 35% nə qədər eləyir? 35x eləyir də. 35x nəyə bərabərdir? Digər ədədin. Digər ədəd kiçik ədədə verir də 112. 112-nin 8-də 5 hissəsini tapırsınız. Bu da eləyir 70. Yəni 35x 70-ə bərabərdirsə, x nəyə bərabər olacaq? 70-i bölməli 35-ə. Burada 2 sizin yayındırmasın. 35-ə x olur 2. Axı biz 100x götürmüşük. 100-ü də 2-yə vurmalısınız. Nə eləyəcək? 200. Həmin ədəd 200 imiş. Sonra 35-ci sualda kəsirlərin çıxılmasıdır. Burada yazmışıq. Hər şey gözünüzün qabağındadır. Əvvəlcə mötərizəni həll eləməlisiniz. Sonra birincindən ikincini çıxmalısınız. Qiymətini tapırsınız. Sonra 36-cı sualda burada yanlışlıq eləmişik. Harda yanlışlıq eləmişik? Burada 1 var deyə, buradakı bu 1-i gəlməmişik deyə. Əgər bu 1 olmasaydı bu düz olardı. İndi nə eləmək lazımdır? Bura kimi düzdür. İndi yazmalıyıq ki buradan, baxın buradan. Buradakı 1 çıxılsın. Buradakı 1 çıxılsın 1. Nə olacaq? 0. Bu olacaq. 2x-dən x çıxanda müsbət x qalır. Mənfi 2,5 isə 1 gələndə mənfi 1,5 bərabərdir 0-a. X də bərabərdir. Buradan bunu sildirəm. 1 müsbət 1,5. X-in qiyməti nə olacaq? 1,5 olacaq. C variantı olacaq. Sonra 37-ci sualda izah eləmirəm. A-nın qiymətini verib 5515. B-nin qiyməti 151 verilib. Əvvəldə 8081-dən çıxmalısınız nəyi? 5515-i neçə eləsə vurmalısınız onu isə. Sonra 25.670-i bölməlisiniz nəyi? 151-ə düşür 170. Bunları toplayırsınız. Bu da eləcək D variantı. Sonra 38-ci sualda qarşılıqlı yadınızda saxlayın ədədlər. Yalnız onların bölməsində bir ortaq böləni var. O da hansıdır? 1-dir. Məsələn 99 3-ə bölünür, 11-ə bölünür, amma 101 səhv eləmirəmsə 11-ə bölünmür. 101-ə baxaq. 101-i bölsək 11-ə görə bölünmür. Deməli 101 bölünmür, heç bir 3-ə də bölünməyəcək. Çünki 1 üstə gəlsin 0, üstə gəlsin 1, rəqəmlər cəmi 2 eləyir. Burada yalnız məsələn 999 ilə 1002 niyə görə götürmədik? Çünki 1002 rəqəmlər cəmi 3 eləyir. Bu 3-ə bölünəcək deyə 999 da 3-ə bölünəcək. Burada ortaq bölənlər vardı deyə, amma ortaq bölən 1 olmalıdır. Deməli 90 burada hansı olacaq? 1, 2, 3, 4 dənə olacaq. 38-ci sualda nə olacaq? 4 dənə cavab D variantı olacaq. Sonra tənasib də bilirsiniz də. Tənasib nədir? Tutaq ki buradan yazım ki A bölünsün B bərabərdir C bölünsün D-yə. Tənasibdə kənar həllərin hasılı, yəni A vurulsun D bərabərdir. Orta həllərin hasılı bir-birinə bərabərdir. İndi burada orta həllər nədir? 1,2 ilə 4,5. 1,2-ni vuracaq 4,5-ə. Kənar həllərin biri 1,8-dən, digəri x-dir. 1,8-i x-ə vuranda eləyir 1,8 x. Buradan x-i tapırsınız. Nə olacaq? 100 olacaq. Sonra 40-cı sualda əvvəlcə nə eləyəsiniz? Sərpə şəkildə vurasınız. Buradan x-i tapasınız. 6 olacaq. Sonra 41-ci sualda nə deyir? Müəllim lövhəyə 5, 2, 0 bu ədəd yazır. Daha sonra lövhəyə qalxan 5 şagirddən hər biri istədiyi bir rəqəmi silir. Daha sonra lövhədə qalan rəqəmləri soldan sağa doğru oxuduqda mümkün ən böyük ədəd alınır. Bu ədədin rəqəmlər hasılı neçə olar? Baxın, niyə görə? Çünki biz lazımdır ki, bu ədədin böyük olması üçün, axı deyirək, mümkün olan ən böyük ədəd alınır. Mümkün olan ən böyük olması üçün 0-ı silmək lazımdır, 2-ni silmək lazımdır, 5-i silmək lazımdır. Amma ki, elə bir ədəd ardıcıl qalsın da. Elə bir ədəd silməliyik ki, məsələn, burada 7-ni saxlasaq da düz olmayacaq. Soldan sağa oxumalıyızsa bu formada oxumalıyıq. Birinci 1, 2, 3. Məsələn, birinci 1 gəlməlidir, sonra 2 gəlməlidir, 3 gəlməlidir. Məsələn, bunu dəyişib 321 şəkildə yazmaq mümkün deyil. Soldan sağa oxumalıyıq. Buna görə bunları siləndə nə qalacaq? 657. 657 indi rəqəmlər hasılı olacaq 200 olacaq. Sonra 43-cü sualda deyir ki, üstə gəlmə, çıxma, vurma, bölmə əməlinin. Baxın, 3-ü 3-ə böləndə burada bölmə istifadə edirik. 3-ü 3-ə böləndə 1 düşür. 3 üçün 9 edir. 9-dan 3 çıxanda 6 eləyir.
6. 6'sı da 1 gəldi 7 ilə. Deməli burada birinci vurma olacaq. Sonra çıxma olacaq. Sonra üstə gəlmə. Sonra da bölmə olacaq. Yerinə qoyub həll edə bilərsiniz. Sonra 43-cü sualda nədir? Bir 6 dost birlikdə kitab almaq istəyir. Nurlanın 45, Nəzirin 20, Səmanın 30, Sevincin 10, Arifin 62, Elayin isə 40 manat pulu var. Sevinc ilə Nəzirin pulları birləşdirib eyni kitabdan 6 ədəd ala bilərsə. İndi Sevinc ilə Nəzirin pulu nə qədərdir? 10 manat Sevincin, 20 manat Nəzirinin. 20 isə 10 gələndə 30 manat. 6 dənə kitab alıbsa, onda 30 bölüm 6-ya görün bir dənə kitab neçə manatdır? 5 manat. Sonra bunları obşu toplayırsınız. Hər biri cəmi neçə dənə kitab olacaq? Bir kitab 5 manatdansa 210-u bölürsünüz 5-ə, bu da ilə 42 dənə kitab ala bilərlər. Sonra 44-cü sualda tutaq ki, AB var. AB nəyə bərabərdir? 8-ə bərabərdir. Sonra burada A üstəgəlsin 2 kiloqram bərabərdir nəyə? B-yə. A-nın qiymətini bilirsiniz də. A-nın qiyməti, daha doğrusu B-nin qiymətini bilirsiniz də burada. B-nin qiyməti nədir? A üstəgəlsin 2. Biz B-ni harada görsək, onun yerinə A üstəgəlsin 2 qoyacaq. Bu dəyişəni gətirib harada birinci yerdə qoyacaq. Buradan A-nı tapacaq, üst tapacaq. B də nə idi? A-nın üzərinə 2 gəlməli. B üstə 2 gəndə 5 olur. Bizdən də bunların A vurulsun B-nin H-sını soruşduğuna görə üst 5-in 15 olacaq. Sonra 45-ci sualda qatar sənsinə gələn Səməd Royaldan 4 dəqiqə gec, Royal Gülaydan 9 dəqiqə tez çatdı. Səməd Gülaydan neçə dəqiqə tez çatdı? Baxın, birinci nə elədir? Royal Gülaydan 9 dəqiqə tez çatıbsa, Royal Gülaydan belə deyək, ən kiçik Gülayda X versək, Royal nə olacaq? X üstə gəlsin 9. Axı Səməd Royaldan gec çatıb. Onda Royal Səməd axı Royal X üstə gəlsin 9 deyil. Səməd nə olacaq? X üstə gəlsin 5 olacaq. İndi Səməd ilə Gülay arasında nə qədər fərq var? Royaldan böyükdən, daha doğrusu Səməddən çıxmalıyıq nəyi? Gülayı. X üstə gəlsin 5-dən. Bu kimdir? X üstə gəlsin 5. Səməddir. X kimdir? Gülaydır. Ona görə X-lər buradan xüsərə gedir, 5 olur. 46-cı sualda bir qrupda 4 nəfərdən daha çox insan var. Bu qrupdakı hər kəs də bərabər sayda və 5-dən daha çox sayda top paylanılır. Buna görə paylanılan ümumi top sayısı hansı ola bilməz. Burada nə görə 44 ola bilmədi? Çünki 44-ü biz 11 vurulsun 4 kimi yazmalıyıq. Axı 4 nəfərdən çoxdursa, biz 4 nəfər götürə bilmərik. Axı top da 5 nəfərdən çoxdur. Yəni 44-ü belə deyək də, yalnız 11 vurulsun 4 kimi, 22 vurulsun 2 kimi. 2 nəfər götürsək, tutaq ki, top sayını 2 götürə bilmərik. Adam sayında 2 götürə bilmərik. Onun üçün 44 uyğun olmur. Digərləri məsələn 36-nı 6 vurub 6 dənə adam, 6 dənə də top götürə bilərik. Məsələn 45-i yarada bilərik. 9 dənə top, 6 dənə də adam götürmək olar. Və yaxud da 6 dənə top, 9 dənə adam bu formada götürə bilərik. Yalnız burada 44 yaranmadı. Sonra 47-ci sualda indi bunları toplayırsınız, ümumi cəmi toplayırsınız. Birdən 10-a qədər ədədlərin cəmində belə bir qayda var. N vurulsun, N üstə gəlsin 1, bölünsün 2-yə. N'imiz burada nə idi? 10-a qədər tapmalıyıq. 1-dən 10-a qədər fərqli sayda konfet olduğuna görə 10-u vuracaq. 10 üstə 1 gələn 11, belə 2, 55 eləyəcək. Arızı 15 götürüb 15 yazmışıq. Bilal 7 dənə götürüb 7 yazmışıq. Digəri Cəmil 9 dənə, Obustan 9 dənə. Toplayanda nə qədər eləyir? 50 eləyir. Deməli, ümumi 55 dənə idi. 55-dən də çıxırsa 55 dənə konfet artıq qalır. Bu da kimindir? Emrinin neçə konfeti var? Emrinin 5 dənə. Sonra 48-ci sualda burada 16 dənə mıncıq var. Çalışmalısınız ki, nə deyir? Hər birində ən az bir mıncıq olmaqla paylanır. 5 rəqəmin bir ədədidir. Bu ədədin rəqəmləri müxtəlifdir. Yəni biz bura məsələn 1 bura 1 götürə bilmərik. Onun üçün nə eləmək lazımdır? Əvvəlcə ən böyük yaratmaq istəyirsə buradan başlamalısınız. 1, 2, 3, sonra 4. Burada ümumi nə qədərdir? 16 dənədir. 16-dan da 10 çıxanda qalır 6. 6421. Bu qayda ilə gedirsiniz.
Burada deyəsən yenə də yanlışlıq yazmışıq. Bir dəqiqə. Hə, burada 0 niyə görə götürmədik? Ən az 1 muncuq. Ona görə birinci ən azda da məsələn 0 ilə başlayan onsuz bir ədəd yoxdur. Məsələn 1, məsələn 0-dan deməsəydi, ən az 1 muncuq, yəni 1 muncuqdan aşağı olmamalıdır. Yəni 0 burada yoxdur. 0 iştirak eləmir. Onun üçün ən az 1 muncuq götürüb. Ona görə düzgün cavab nə olacaq? Bu ədədində rəqəmlər cəmi fərqi olanda nə olacaq? Toplayanda 27 eləyəcək. Bu da D variantı olacaq. Sonra 49-cu sualda nə deyir? Güzəşt yarışında finalda 9 nəfər yarışır. Ziya özünü keçən yarışçılardan 4 nəfər daha çox sayda adam keçmişdir. Ziya neçənci sıradadır? Tutaq ki, bax, Ziya deyək ki, Ziya bir nəfər onsuz da keçəcək da. Yerdə qaldı 8 nəfər. Düzdür? 8 nəfər. Tutaq ki, Ziyanın sıra nömrəsi X-dırsa, əvvəl tutaq ki, X sırada isə, çünki 4 nəfəri də keçmədi. X də gəlsin 4, bu nəyi verəcək? 8 nəfəri. 8 nəfəri ötüb. X-i buradan tapırsınız, nə olur? 4-ü bölüsü 2-yə. İndi Ziya neçə 3 olur da burada. X olur nə? 2. Onsuz da bir nəfər iştirak eləmir də orada. Biz buradan gəlməliyik. Baxın. X-i tapandan sonra Ziyanın sıra nömrəsi nə idi burada? X üstə gəlsin 4 deyil. Baxın, X üstə gəlsin 2. Tapdınız, nə idi bu? Ziyanın öz sıra nömrəsi bu idi də. Tutaq ki, X nəfəri keçib. X üstə gəlsin 4-də bundan qabaqdadır. Ziya bu sıradadır. X üstə gəlsin 4-dür. X-i tapdınız. Nə olacaq? X-i tapdınız, elədi 6. Düzdür. İndi 6 nəfər buraxmalısınız. 1, 2, 3, 4, 5, 6. Deməli 6 nəfər buraxandan sonra Ziya neçənci sıradadır? 3-cü sıradadır. Sonra 50-ci sualda nə deyir? Anar sinifdəki bütün partaları bir nəfərli işdir. Yəni hər partada bir nəfər var. 2 nəfərli olsaydı bu tapdığımızı 2-yə vurardıq. Partalar sıralara və dərgələrə üzrə düzülmüşdür. Anarın oturduğu partaların sağında 3. Anar buradadır. Anar buradadır. Bunun sağında 3 nəfərdirsə, yazmışıq. Bunun sağ tərəfi, telefonun belə deyək də, bunun sağ tərəfi buradır. Tutaq ki, A, B, C. 1 nəfər, 2 nəfər, 3 nəfər. Sonra nə deyir? Solunda 1. Solunda da tutaq ki, M şəxsdir. 1 nəfərdir. Düzdür? Solunda 1. Arxasında isə önündə. Ön nədir? İrəlidir, yəni. 4 nəfər. Özündən o yana 4 nəfər yazısı. Bax, 1, 2, 3, 4 nəfər. Düzdür? 4 nəfər. Arxasında da 2 nəfər. Tutaq ki, arxada da biri N nəfər, N adamdır, biri də K adamdır. Tutaq ki, Şamildir, Nərmindir, kimsə. İndi bunları doldurmalısınız. Necə doldurasınız? Axı bir partada da bu hər sırada bərabər olmalıdır. Tutaq ki, məktəbə gedirsiniz. Görürsünüz ki, partalar üst-üst düzülüb. Bax, burada məsələn belə deyək də, anarın hər qabağın belə deyək də, önündə 4 nəfər varsa, 1, 2, 3, 4, 1, 2, 3, 4 yazmalısınız. İndi bu qayda ilə doldurursunuz. 1, 2, 3, 4, 5. Belə deyək də, bu tərəfdə 5 dənə parta var. Belə bir düzbucaqlı formasında baxasınız da. Düzbucaqlı formasında. İndi bu tərəfdə də 1, 2, 3, 4, 5, 6, 7 dənə. 7-ni də 5-ə vuranda nə qədər olacaq? 35 dənə şagird olacaq. Diqqətlə baxmalısınız. İndi nə deyir? Tahir, Ziya və Cəmil eyni gündə dünyaya gəlmiş 3 dostlardır. Digər dostlar Raif ondan tam 2 yaş böyükdür. Məsələn, Tahir X olsa, Ziya X olsa, Cəmil X olsa, Raif bunlardan 2 yaş böyükdür. X üstə gəlsin 2 olacaq. Bunların cəmləri 4 X üstə gəlsin 2. Deyir, hansı ola bilər? Məsələn, 28-i götürsə, 28-dən 2 çıxanda 26 4-ə bölünmür. Axı hər hansı bir insanın deyə bilmərik axı bizim tutaq ki 5 yaşı var, 20,5 yaşı var. Tam olaraq deyilir də. Yəni natural ədəd olmalıdır. Həqiqətən 30 götürəndə, 30-dan 2 çıxanda 28 4-ə böləndə X olur 7. Digəri nə olacaq? Rafın da olacaq 9 yaşı. Sonra 52-ci sualda nə deyir? 4 rəqəmli ABC ədədini 3 rəqəmli ABC ədədinə bölüşdə. Yazırsınız ABCD. Birinci ABCD-ni, baxın, bunu böləndə ABC hissəsində bir dəfə düşür.
İndi bunu gətirmişsinizsə, bu bölünmüşsə, bura biz 0 atmalısınız da. D-də nə olacaq ki? 10'sa da 2 gələndə 12 olacaq. Buradan da qalıqların D-in cəmi soruşduğuna görə, D rəqəmi neçədir? D də olacaq, 2 olacaq. Sonra 53-cü sualda müəllim lövhədə aşağıdakı verilən toplama əməlini yazır və aşağıdakilərini həll etməyi istəyir. İndi baxın, görür ki, məsələn 6 götürəndə, 6 7 gələndə 13 eləyir. Ayımız olur 13, düzdür. Mən buradan nə üçün bildim B5 deyil? Çünki 5 də 7 gələndə 12 eləyir. 12. Axın bir yadda olanda 13 eləyəcək. Bax, onu nəzərə almaq lazımdır da. Onun üçün burada elə bir ədəd götürməliyik ki, həqiqətən B6 olan 6 7 gələndə 13 gəlir. B6 idi, 6 6 12 12 1 13 eləyir. Bu qayda ilə gedirsiniz. Bizdən də soruşmuşdu. A1 bölünsün A. Ayımız 3'dü, B'miz də 6 idi. 3'də 1'i 6'da 1'ə böləndə yadınızda saxlayın ki, bölmədə birinci kəsir qalır yerində, ikincisini çevirməliyik. Sürət məxrəcə, məxrəc sürətə. 6'da 1 ilə yerini dəyişdi, 1 bölünsün, 1 vurulsun. Elə bil 6 bölünsün 1, bu da nə olacaq? 2. Sonra 54-cü sualda nə deyir? Cədvəldə boş xanalara toplama, çıxma, vurma işarəsi hansı ardıcılıqda yazmalıdır ki, hər üç əməliyyatda nəticəsi eyni olsun. Məsələn, burada görürük ki, 6-nı mənfi 6'da bu. Mənfi 6'nı 3'ə böləndə nə olacaq? Mənfi 2 olacaq, düzdür? Mənfi 2. Sonra bir üstə mənfi 3 gələndə, bax 1 üstə gəlinsin, mənfi 3 nə olacaq? Mənfi 1, bu müsbət 1'dir, üzr istəyirəm, müsbət 1. Müsbət 1 çıxılsın 3 olacaq. 1'dən 3 çıxanda nə qalır? Mənfi 2. İndi bu 4'dür, bu da 6'dır, müsbətdir. 4'dən 6 çıxanda mənfi 2. Hər biri mənfi 2 oldu. Deməli, birinci bölmə, üstə gəlmə, çıxma olacaq. Sonra 55-ci sualda nə deyir? Bir imtahan nəticəsi qiymətləndirmək üçün 0, 1, 2, 3, 4, 5, 6 baldan istifadə olunmuşdur. İmtahanda 40 nəfər iştirak etmişdir. Hər bal ən azı bir dəfə istifadə olunub. Hər bir balı alan şəkllərin sayı bir-birindən fərqlidir. Buna görə 6 bal alan şəkllərin sayı ən çox neçə ola bilər? Ən çox olması üçün əvvəlcə azdan başlamalıyıq. Tutaq ki, 0 bal alan 1 nəfərdir. 1 bal alan 2 nəfərdir. 2 bal alan 3 nəfərdir. Bu qayda ilə gedirsiniz. 6 bal alanda nə eləyəsiniz? Ümumi cəm nə qədər şagird var? 40 dənə nəfər deyil. 40-dan çıxasınız, belə deyək də. 21'i nə olacaq? 19. Buradan tapırsınız. Yadınızda saxlayın ha. Bu 1 bal alan, bunlar insanların sayıdır. Diqqətli olun. Sonra 56-cı sualda elə bir xanalardan istifadə etməliyik ki, bu ədədləri verilsin. Bir də ki, DC ən kiçik olması üçün, DC belə deyək də, bu kəsir ən kiçik olması üçün məxrəc böyük olmalıdır. Böyük olsun ki, bu kəsir ən kiçik olsun. 57-ci sualda birinci əməldə cədvəldə düz xətt boyunca 2 yerə qatlanır. Əvvəlcə baxın, bu formada qatlayasınız. Bu formada qatlayanda mənfi 10'dan üstünə 4'ü gələsiniz. Bu bura gəlib düşəcək. Mənfi 10, üstə gəlsin 4 nə olacaq? Mənfi 6 hara düşəcək? Baxın, ən yuxarı, bax bura düşəcək. Bu qayda ilə bura, müsbət 8'dən 4 çıxanda 4 bura düşəcək. Bu qayda ilə ikincisini qatlayanda bu qayda ilə bunlar da xası soruşduğuna görə nə olacaq? Cavab olacaq 0 olacaq. Sonra 59-cu sualda çarx fırlanır. Burada ədədlər verilir. Bu ədədlərin mənfi də var, müsbət də var. AB 12 olsun da. Bizdən fərqli soruşduğuna görə fərqli burada mənfi 1 ala bilər. Müsbət 1, mənfi 4, müsbət 4. Burada yaxınlaşdırıram. Görürsünüz də yazmışıq, görə bilirsiniz. Sonra 60-cı sualda nə deyir? Sonra 5 növ yeməyi yalnız 2 gözü olan bir ocaqda bişirmək istəyir. Baxın, bir göz, 2 göz. Yəni bunlar eyni vaxtda. Bu yemək də, bu çörək deyil. Diqqətli olun, 2'yə vurmaq burada. Çörək olsaydı, 2'yə də vurardıq. Bizdə ən az olması üçün 40 dəqiqəni bir götürüm, 33 dəqiqəni bir götürüm.
Sonra digər 15 dəqiqə bişsin, götürüm. 10 dəqiqəlik yemək bişsin, götürüm. Sonra 45 dəqiqəlik bişsin, götürüm. Bizə deyir ki, tam bişəndən sonra götürməlidir. Burada 70 də var, 73 də var. Bizdən deyir ki, hamısı tam bişsin. Tam bişməsi üçün 73 olmalıdır da. Ona görə cavab B variantı olacaq.